Məzuniyyətdəyəm, amma müdir məni işə çağırır. Qanun nə deyir? Cavabı indi ətraflı şəkildə diqqətinizə çatdıracağam. Məzuniyyətə göndərilən işçini işə götürən xüsusi hallar olmazsa, məzuniyyətdən geri çağırıla bilməz. Xüsusi hal kimi istehsalat qəzaları və təxirə salınmaz işlər olmalıdır. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən məzuniyyətdə olan işçi xüsusi hallarda yeni istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirə salınmaz işlərin görülməsi zərurəti olduqda ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geri çağırılma rəsmiləşdirilməlidir. Bütün şəraitdə geri çağırılma tələbi olduğu halda işçinin razılığı tələb olunduğundan işçi qayıtmaqdan imtina edə bilər. İşçi özünün təşəbbüsü ilə məzuniyyətdən geri çağırıla bilər. Lakin bu halda da işə götürənin razılığı lazımdır.